Herkese selam olsun. Bugünlerim sizinle bir resepte de bölüşeceğim. Bu evde pişmiş balık konservasıdır. Yani çok güzel, lezzetli tadı olan, yani evde prova edebilirsiniz. Bu resept hal-hazırda 5 tane balık üçündür, fareli balığı üçün. Bir banka tomatdır, 5 adet markovdur, 2 adet soğandır. Sonra bir bankada tomat bankasında su əlavə edirik soğuzuna. Balıqları qəşəng düzürük belə hatta. Farkı mütləq açın çünkü dibi yapışmasın. Soğuzunu üstüne qəşəng tökürük. Yaxşıca yayıb diblərini otuzdurup, yani her yerine tomat soğuzu çatsın da. Üstüne lavravli süzüb, yumru biberden tökürük. Ve bunları ettikten sonra biz bunu koyuruq peşte. Plitkada qoysanız daha yaxşı. Birdə düz 3 saat pişməlidir. Yəni sümükləri elbette ətindən dəndən ayrılmalıdır balığın. İndi axırda görəcəksiniz. Balığımız hazırdır. 3 saat keçib ucuya. Baxın necə, rəngi də qəşəng alır. Ancaq az tempdə bişirəsiniz. Yəni xoduna az qoyun. Çox gözəl, ləzzətli dadı olur. Həqiqətən bir dadına baxsaz, yəni bəyənəcəksiniz. Dadı qəşəng olur həqiqətən. Ben hal-hazırda isti yiyirəm bunu, ancaq bunu soyudub ondan sonra yiyərsəz daha da dadlı olur. Həqiqətən soyuq halda daha da dadlı olur. Yəni salat əvəzinə qoya bilərsiniz. Yəni çox gözəl olur. Sağ olun, var olun. Videomu izləyən təşəkkür edirəm. Hər hansı bir sualınız olsa rəydə yazın, cavablandıracağım. Sağ olun. Sağ olun.